Şimali Kiprin Şərqi Ağdəniz bölgəsində yerləşməsi böyük potensial vəd edir enerji sahəsində əməkdaşlıq üçün. Lakin yenə də bu sahədə əməkdaşlığa daha çox Şimali Kipr Türk Cumhuriyyətinin statusunun beynəlxalq səviyyədə müəyyən edilməməsi mane olur. Əslində, xatırlayırsınızsa, 1-2 il öncə Türkiyə Şərqi Ağdənizdə kəşfiyyat işləri aparmaq, enerji sahəsində neft kəşfiyyat işləri aparmaq, neft və qaz kəşfiyyat işləri aparmaq fikrində idi və o zaman Avropa Birliyi tərəfindən, eləcə də Yunanistan və Kipr tərəfindən əlbəttə daha ciddi şəkildə buna etirazlar bildirildi. Və Azərbaycan da bu sahədə tanınmış bir ölkə olaraq neft, qaz, enerji istehsalı, enerji resursları sahəsində dünyada aparıcı ölkələrdən biri kimi bu sahədə maraqlı ola bilər. Lakin yenə də bütün bunlar Şimali Kipr Türk Cumhuriyyətinin statusu ilə bağlı olan məsələlərdir ki, bunlar hamısı paralel şəkildə və yaxud ardıcıl şəkildə həll olunmalı məsələlərdir. Əlbəttə, biz də çox ümidlər bəsləyirik ki, bu məsələlər həll olunacaq və Azərbaycan rəsmi şəkildə Şimali Kipr Türk Cumhuriyyəti ilə enerji sahəsində kəşfiyyat qazma işlərində və s. onların enerji infrastrukturunun yaradılması istiqamətində Azərbaycan öz dəstəyini göstərəcək.